mühümdür. Hərəkətvün hədəfi, hərəkətvün niyyəti, hərəkətvün məqsədi mühümdür. Niyyətlər çox mühümdür. Deyir, bir ağa bir nökərlə gedir. İndi bir dönəm olub da quldarlıq, feodalizm, sosializm, kapitalizm, bir quldarlıq dönəmi belə deyək, ağa qul dönəmi. Bir ağa qulu ilə nökəri ilə gedir, əlində bir xurcunu var, kimsə gəlir onun əlindən oğurlayır, xurcunu götürür, başlayır qaçmağa. Ağa da quluna deyir, qaç. O da düşüb dalayacaq, bu da onu dalayacaq, qaçır. Nəticə əldə eləyənmir, qul əli boş qayıdır, xurcun əldən gedir. Ağa qula qayıdır ki, onun əlində xurcunu vardı, yükü var idi, səndən möhkəm qaçdı. Sən niyə ona çata bilmədin? O da bir cavab verir. Deyir, o özü üçün qaçırdı, mən səni üçün qaçırdım. İkisimiz də qaçırıq. Amma o özü üçün qaçır, mən səni üçün qaçırdım. Fərq budur. Baxırsan, görürsən, ikisi də qaçır. Nə üçün qaçır? Yusuf da qaçır, Züleyha da qaçır. Biri hara, biri hara. İkisi də bir qapıya. Amma biri Babullahdır, biri Babuş şeytandır. Biri Allah qapısına qaçır, biri şeytan qapısına qaçır. Biri nara qaçır, biri nura qaçır. Nar yəni od. Birinin nəfs gözünü elə tutub ki, heç nə görmür. Birinin gözləri açılıb, Rəbbinin cəmalını görüb ona qaçır. Deyir, deyişmərəm bu cəmalı Züleyhaya. Bəh-bəh. İkisi də qaçır. Zahirən eyni istiqamətə qaçır. İkisi də hərəkətdədir. Hədəflər və niyyətlər və məqsədlər fərqlidir. Bu dünyada hamı qaçır. Biri o yana qaçır, biri bu yana qaçır. Hamı hərəkətdədir. Hara gedir? Məsələ odur. Quran da buna deyir, fəeynə təzhəfun. Hara gedirsiniz? Getməyi bildim gedirsiniz. Quran deyir, fəeynə təzhəbun. Siz hara gedirsiniz? Bir daha onu deyin görüm hələ. Bu sualı verməlidir insan özünə. Mən hərəkətdəyəm hara? İndi hara getməliyəm, ya belə deyim də kömək eləyim sizə. Bunun haqqında danışaram. Hədəfin, hərəkətin, hədəfi, niyyəti, məqsədi hara olmalıdır? Bu özü bir söz, qalsın, düşünərsiniz inşallah. Bu mövzu biraz yaxşı mövzudur. Çox mühüm mövzudur. Düşünsöz, zehninizi işə salsınız, çox böyük nəticələr əldə edəcəksiniz. Həqiqətən. Hətta insanı pessimist dünya görüşündən xilas edə biləcək bir mövzudur. İnsanı motivasiya edə biləcək bir mövzudur. İnsana ruh düşkünlüyündən çıxardıb böyük bir dənə ruh verə biləcək bir mövzudur. Həqiqətən deyirəm. Bu mövzunu bölüşün dostlarla bir-birinizə, xanımlar, qoy dinləsinlər. Bu Haza min fəzl Rəbbi, Allah mənə bir lütfüdür ki, lütf edib sizlərin hörmətə, ehtiramına mən də yazıb gətirib sizə danışıram. Mənim əlim boşdur, Allah sizlərə görə mənə lütf edib. Ona görə qulaq asın bu mövzuya. Hərəkət var. Bir, hərəkətin hədəfi, məqsədi təyin olmalıdır. Bu iki, hərəkətin vüsəti nə qədər olmalıdır, genişliyi nə qədər olmalıdır. Ya belə deyim, hədəfimin, məqsədimin genişliyi nə qədər olmalıdır. Yalnız özüm mü getməliyəm həmən məqsədə, ali məqsədə? Bir. Yoxsa ailəm üçün də məsuliyyət daşıyıram? İki. Yoxsa yaşadığım məhəllə və mühit? Yoxsa yaşadığım dünya? Yaxud da biraz da böyüdüm. Gələcək nəsillərə görə də hesab kitab verməliyəm mən. Yaxud belə deyim sizə, mən gələcək nəsillərə təsir göstərə bilərəm indiki yaşadığım nöqtədə. 100 il sonra gələcək nəsil desin ki, Allah sənə rəhmət eləsin. Ona da indi fayda verə bilərsən. Hədəfin nə qədər olmalıdır, nə boyda olmalıdır, böyüklüyü nə qədər olmalıdır, vüsəti nə qədər olmalıdır. Bax bu mövzu. İnsan doğrudan da Allah deyir, insanların çoxsu naşükürdür. Bir mənası da budur ki, insan özünü tanımadı yetdi. Öz istedadlarını bilmədi yetdi. Ona görə yaxşı şükür eləyə bilmədi. Təəssüf olsun. İndi mənim hədəfim nə olmalıdır, məqsədim nə olmalıdır, vüsəti nə qədər olmalıdır, genişliyi nə qədər olmalıdır, hara getməliyəm, necə getməliyəm, bunun üçün nə ehtiyacım var? Bir agahlığa, məlumata, bilgiyə, düz?
Deməli, hərəkət üçün bilgiyə ehtiyac var, agahlığa ehtiyac var. Necə düşünməliyəm? Nə düşünməliyəm? Nələri düşünməliyəm? Nələr haqqında fikirləşməliyəm? Nəyi fikirləşməliyəm? Bu hərəkət üçün məlumat lazımdır. Bu bir. Eyni zamanda məlumat kafi deyil, yolun yarısıdır. Nə lazımdır? Maniyələrdən qurtulmalısan. Maniyələrdən xilas olmalısan. Bəzi vaxtlar yolu görürsən və getməyi də istəyirsən, maniyələrin var. Ayaqların zəncirlidir, qolların qandallıdır, gedəmirsən. Biz bir nəfəri bəzi vaxtlar hərəkətə gətirmək üçün deyirik, bunu et, bunu et, bunu et. Bəzi vaxtlar deməli, bunu etmə, bunu etmə, bunu etmə. Bu çox mühümdür. Ümumiyyətlə, biz necə insanları hərəkətə gətiririk? Bu da mühümdür. Bunlar hamısı danışılacaq. Hansı istiqamət, üslub necə olmalıdır? İnşallah tövbədən öncə də bəlli olar, nə demək istəyirəm. Tövbə, bir dənə qısa demək. Tövbə söz deyil, tövbə dəyişilməkdir. Baxışların dəyişilməsidir. Həyatın dəyişilməsidir. Fikirlərin dəyişilməsidir. Qəlbin, əqlin dəyişilməsidir. Vücudun dəyişilməsidir. Tövbə inqilabdır. Başdın? Sən tutaq ki, bir dənə günaha deysən tövbə elə, amma bilmirsən niyə tövbə edirəm. Bu için dəyişilməsidir. Mən demirəm tövbə eləməyək, tövbələrimizdə olaq ona, amma mahiyyətinə vararaq. Bu qalsın bu söz. Dərəsməyək də. Nə qədər mövzu var, hə? Maniyələrimiz var hərəkətdə. Quran deyir, iki cür maniyən var. Bəzi yükdür, bəzi zəncirdir. Peyğəmbər gəlir, yədə anhum israhum və ləğlaləl-ləti kənətə aleyhim. Peyğəmbər gəlir, o maniyələri aradan qaldırsın. Yüküvü götürür, zəncirləri açır. Peyğəmbər bunun üçün gəlir. Sən demə, din yükləmək deyil, yükü götürməkdir. Sən demə, din zəncirləmək deyil, qollardan qandalları açır. Sən demə, din həqiqi əsarətdən, həqiqi azadlığa gedən yoldur. Əsarətdən azadlığa gedən yoldur. Din gəlmir məni məhbus eləsin, din gəlir məni azad eləsin. Amma o qəlbin təqdim etdiyi azadlıq məhbusluğun özüdür. O azadlıqdan söhbət getmir. Peyğəmbər gəlir, yədəu anhum israhum, gəlir sənin kürəyində olan yükü götürür. Sən yüklə dağa qalxa bilərsən, qalxa bilmərsən. Ərbəyinə gedənlər, onlar yaxşı təsdiqləyər, hə? Adam ayaqqabına qədər yüngül ayaqqabı seçir. Biraz yüngül olun bu mənada ki, rahat hərəkət edə bilim. Paltarım çox məni rahat eləməsin. Hətta ayaqqabı yüngül seçirsən, sən. Təxəffəfu təlhəqu. Hədisdə var ki, o ağırlıqları atın ki, qovuşa biləsiniz. O yüklərdən qurtulun ki, nicat tapa biləsiniz. Aha. Yük nədir? Zəncir nədir? Mən zəncirdən başlayayım. Quran deyir, zəncirlərim var. Aç onları. Zəncirlərim var. Aç ayağındakı zəncirlər. Qolların qandallıdır. Aç qollarından qandallar. Peyğəmbər onun üçün gəlir. Bir də hadisə var, maraqlıdır. Uhud müharibəsində əsir düşənlər, Peyğəmbər onları baxırdı, əsir tutmuşlar. Onlar 70-ə yaxın əsirdi, gedirdilər. Peyğəmbər gülürdü, onlar da baxdılar Peyğəmbərə. Gül də gül. Hələ sənə gülən vaxtındır. Gülürsən bizi ki, əsir düşmüşük sənə. Peyğəmbər də ona gülmürəm, başqa şeyə gülürəm. Mən gülürəm buna ki, sizin əlvüzü, kolunuzu bağlayıb istəyirəm cənnətə aparım. Sizi cəhənnəmdən xilas eləmək istəyirəm. Bu hala gülürəm. Düzdür, Peyğəmbər olar bəsirətsiz cənnət təqdim eləməyir, söhbət o deyil. Amma Peyğəmbər bir baxış bucağına baxın. Peyğəmbər gəlib qollardan qandalları açsın, zəncirləri ayaqlardan açsın. Birinci zəncir nədir? İlk zəncir. Çoxlarımızda. Nəsil, ailədə, dost, tanış, bir dənə baxın, düz deyirəm, yoxsa yox. Birinci müşkül budur. Həmişə səhvi, nöqsanı, xətanı, günahı adı nə deyirsiniz deyin. Günah deyəndə elə bir ki, qeyri namaz qılanlar, namaz qılmayanlar da bizə aiddir mövzu.
Çıxdıq. Ona görə deyirəm ki, günah deyirsiniz, xəta deyirsiniz, nöqsan deyirsiniz. Nə deyirsiniz, adını özünüz də qoyarsınız. Mən addan çıxdım. Yaxşı. Maniyə deyirsiniz. Hər halda. Əngəl deyirsiniz ilahi yolda, gedəcəyiniz yolda, uğur yolunda. Həmən əngəli, xətanı, nöqsanı, günahı həmişə başqasında axtarmaq. Böyük bir dənə zəncir dayaqlara qoymayacaq hərəkət ediyorsunuz. Bütün uğursuzluqlarımızı kənarda əlaqələndiririk, kənarla əlaqələndiririk. Harada uğursuzluq qazanırıq, onu kənarla əlaqələndiririk. Həmişə kimizə təqsirkar çıxarmaq. Belə bir dənə ifadə deyirlər, günah keçisi axtarmaq deyir. Həmişə günahı, səhvi, xətanı qarşı tərəfdə axtarmaq, kimdəsə axtarmaq, qarşı tərəf günahkar çıxartmaq. Amma özü pakdır, müqəddəsdir, xətasızdır, nöqsansızdır, maşallah. Bu heç nə. Bu uğursuzluqda, bu uğursuzluğunda onun özünün bir dənə səhvi yoxdur. Səhv ya ana olacaq, ya ata olacaq, ya dost olacaq, ya qardaş olacaq, ya mühit olacaq, ya filan olacaq, ya həmişə kənar. O qədər cürəti, şücaəti yoxdur ki, nöqsanı özündə görüb, özündə islahat aparsın. Bu qədər şücaəti yoxdur. Belə sözlər deyirəm ki, biraz tərpətsin insanı bu sözlər. Bu qədər zəifdir, acizdir. Aciz insanlardır ki, həmişə eybi, nöqsanı başqasında axtarır. Özündə eyb, nöqsan görə bilməyən insan çox cılız insandır. Çünki özümdə görməsəm, hardan başlayacağım? Həmişə qalacağım nöqtədə. Mən demirəm, mühitin, genetikanın, ətrafın təsiri yoxdur. Mən deyirəm, bunlar sənin üzərində hakim deyil, təsiri var. Sən qurtula bilərsən həmən mühitdən. Sən kəmal yolu tapa bilərsən. Elə bu cür şərait bəzi vaxtlar, gedişat, zəmin yaradır ki, insan seçim etsin, kəmala yetişsin. Hansı hadisələrlə üzləşməkdən mühüm, həmən hadisələrdə səni tutacağın mövqeydir. Hansı hadisələ üzləşmirsən, ondan mühüm, sənin həmən situasiyada tutduğun mövqeydir. Necə mövqey tutacaqsan? Hər an ilahi vəzifən var, hər an kəmala gedən yol var. Hər an kəmala gedən yol var. Hər anda Rəbbin səndən istəyi var. Rəbbə gedən yolda həmişə açıqdır. Onu heç kəs bağlaya bilməz. Zahirən nələrsə ola bilər, ondan işim yoxdur. Bildim. Batil təbliğatlar olan insanlar azada bilər, bunu danmıram. Mən özümüzə qayıdıram ki, biz özümüz nəsə eləyə bilərik. Məsələ budur. Zülmət və qaranlığın içindən öz kəmalıva doğru hərəkət edə bilərsən. Əksinə, nurani bir mühitdə bataqlığa da gedə bilərsən. Aha. Zülmət və qaranlığın içində haqqa yol tapa bilərsən. Nurani bir mühitdə bataqlığa da gedə bilərsən. Nurani bir mühitdə günəşə baxsan, gözün kör olar, yolu da görmərsən. Ondan görürsən, özünü itirdi. İbrahim başa saldı ki, bütpərəstlərin içərisində müvəhhid olmaq mümkündür. Bütpərəstlərin içində tohidi dünya görüşündən yaşamaq da mümkündür, təbliğat da mümkündür. Fironun ailəsində Asiya olmaq mümkündür. Sən ilahi vəzifələri tap, aləm sənə uyğunlaşacaq. Sən ilahi vəzifələri tap, qeybi yardımlar gələcək. Təvəkkül anlayışı da budur. Kömək eləyim sizə, bu söz məndən bilən sizi motivasiya edəcək daxilən. Unutmayın bu sözümü. Təvəkkülün bir xeyri də bir üstünə deyim. Təvəkkül budur ki, Allaha ki təvəkkül edirsən, yəni həmişə yol var, narahat olma. Dalan yoxdur. Bir zümrə fikri budur ki, Yədullah məğlulə Quranda ayədir. Deyir, Allahın əli qolu bağlıdır. Sistem elə yaranıb ki, düzdür tutaq ki, özü yaradıb, amma özü də müdaxilə edə bilməz. Belə işləyir. Tohidi dünya görüşü bu deyil. Allahın əlləri açıqdır. Allah həm səbəb yaradandır, həm səbəb yandırandır. Allah sizə od yandırmaz, Allah sizə bıçaq kəsməz, Allah sizə bağlı qapılar açılar, Allah sizə dərya bölünər. Təvəkkül budur.
həm səbəb yaradır olmayan yerdən. Qabağa getsən dəryadır, okeandır, dənizdir, tutaq ki, arxadan Fironun qoşunu gəlir, həmən məkanda, həmən durumda, həmən vəziyyətdə bir səbəb yaradır. Neyniyir? Vur əsanı, iki yerə bölünsün, get. Yol açıldı. Həm səbəb yaradır, həm səbəb yandırır. Odun işi yandırmaqdır. Allah ona yerə yaradıb. Amma İbrahim üçün kunu, bərdən və səlaməndir. Gülüstan olguna, sərin olguna. Çoxdur sərin olma ki, İbrahim soyuqdan bir tər olsun. Kunu bərdən və səlama. Bir həddə qədər. Həddi var. Təvəkkül budur. Təvəkkülü var. Hərəkəti ki götürdün. Zülmətin içərisində də belə hərəkətin, məqsədin, yolun bəlli oldu. Onun içində də sənin kamala getmək üçün Allah sənin əlindən tutacaq. Yetər ki, sən islah olmaq istə. Amma təəssüf olsun. Təəssüf olsun. Bəzi insanların xüsusiyyəti budur. Günahı həmişə, nöqsanı başqasında axtarır. Bütün uğursuzluqları kənarla əlaqələndirir. Həmişə kimsə təqsirkar çıxardır. Özünü pak bilir, müqəddəs bilir. Pak və müqəddəs bilir. Belə insanlar qiyamət gündə çıxacaq özə. Bu ayəni dirim, bitirim inşallah. Qiyamət günü bu cür insanlar gəlir məhşərə və əqbələ bə'duhum ələ bə'din yetəsaalun. Yığışırlar bir yerə, azdıranlarla azanlar bir-birindən danışmağa başlayır. Qalu innəkum kuntum tə'tunənə anil yəmin. Siz gəldiniz, allatdınız bizi. Pisi yaxşı göstərdiniz bizə. Azanlar indi üzün tutur o yolu azdıranlara. Siz bizi bədbəxt elədiniz. Allah sizə bəla versin, belə deyək. Onlar da maraqlı cavab verir. Qalu bəl ləm təkunu müminin. Axı, görünən boydu, siz iman gətirmək istəmirdiniz. Siz kamal yolunu getmək istəmirdiniz. Bəhanə axtardınız, biz də bəhanə verdik. O bəhanə gəzən adamlar var ha. Siz özünüz istəmirdiniz islah olasınız. Siz istəmirdiniz kamal yolunu hərəkət edəsiniz. Siz bəhanə axtardınız, biz bəhanə verdik. Ma kənə lənə aleykum min sultan. Bəl kuntum qovmən tağin. Sizin üzərinizdə bizim heç bir hökmranlığımız yox idi. Azğınlığa meyilli adamlar idiniz. Ayəyə bax. Siz elə buydunuz. Axtarırdınız, tapdınız. O psixologiyada bir qayda var. Deyir, çıxırsan çölə, nəyə axtarsan, o çıxır daha çox qarşıva. O sosial şəbəkələrin də bir xüsusiyyəti var. Adam nəyə çox araşdırır, axtarır, elə onu təqdim edir. Baxırsan, o verir elə onu. Baxdığı sənə təqdim edir. Daha geniş, daha çox. Bəl kuntum qovmən tağin. Siz elə buydunuz. Biz neyəyək? Hə, bunlar da Allah. Yəni, siz də azdırdınız, bunlar da azdır. Amma siz istəməsəydiniz, azmazdınız. Bir zəncir budur. Maniyə budur. İnsanın hərəkətində. Həmişə qarşıda, kənarda nöqsanlar axtarmaq. Xətalara, uğursuzluğu kənarda həll eləmək. Belə oldu buna görə. Belə oldu ona görə. Belə oldu, mən amma özüm heç nə. Təmiz, pak, belə baxır bəzi insanlar. Hərəkət eləməyəcəksən. Qalacaqsan hərəkətdən. Bu cümlə bu qədər. İnşallah dua eləyin, davam edəcəm. Hələ bu mövzular genişdir, görüşünə qədər.